Deməli, dərsimiz olacaq klasslar, OOP, yəni nədir? Object Oriented Programming. Yəni vakansiyada belə görə bilərsiniz və yaxud da mötərizədə də yazırlar. Onun mənası obyekt yönümlü proqramlaşdırma. Yəni qısacası OOP olacaq. Çox tələbatlı bir şeydir. Vakansiyanı da indi bu dəqiqə baxdıq vakansiyadakı. Mən də rastıma çox çıxır. Bax görürsüz, birinci tələblərə çox vaxt birinci bunu yazırlar. Yəni ən vacib tələb kimi və s. və ilə axır. Ona görə də bunu yaxşı bilmək lazımdır. Çox genişdir, çox geniş mövzudur. Sadəcə hissə-hissə öyrənəndə rahat olur. O öyrəndiyin kiçik məlumatları birləşdirsən və böyük iş görürsən. Təkcə belə bir şey deyim siz özünüz təsəvvüründə. Təkcə bunun klassın dərsini qutarsaq, bununla böyük bir layihə yığa bilərsiniz. Çünki onsuz da bu özündə birləşdirir. Bunun içərisində siz döngü də yaza bilərsiniz, funksiya da yaza bilərsiniz, hər bir şey yaza bilərsiniz. Ona da bunun içərisində bununla bağlı böyük layihələr yığa bilərsiniz. Və bu ümumiyyətlə böyük və real layihələrdə çox istifadə olunur. Yəni vakansiyada tələb varsa, deməli ümumiyyətlə böyük işlərdə bundan çox istifadə olunur deməkdir. Və deməli bir proqram yazır. Tutaq ki, funksiya yazanda bir mexaniki bir iş idi. Tutaq ki, düyməsini basırdı, o iş icra olurdu. Burada isə obyekt deyəndə nə nəzərdə tutulur? İndi biz ona görəcəyik. Dataları var, bir də davranışlar var. İki hissəsi var. Data, yəni məlumatları, bir də funksiyalar. Real həyata çox oxşuyur bu. İndi görəcəksiniz özünüzdə. Ümumiyyətlə bu deyəndə obyekt yönlü proqramlaşdırma nə deməkdir? Datanı və funksiyanı bir obyektin içində saxlayıb proqram yazmaq üsulu. Datanı və funksiyanı. Deməli, bir tələbədən söhbət gedir. Onun məlumatları var, dataları var. Nəyi var? Adı var, yaşı var, balı var, nə bilim. Ümumiyyətlə də, məsələn, universitet qəbul balı və s. və ilə axır. Bunlar hamısı bunun datalarıdır. Bir də var, edə biləcəyi işlər. Tələbənin, yəni hərəkət bildirən. Bax, bu əşya bildirir. Nə sualına cavab verir. Ad, nə, yaş, nə. Şeydə də görmüşdük, funksiyada. Bir də var, hansısa bir hərəkət. Nədir? Məsələn, məlumatı göstər, keçməyini yoxla. Deməli, bunu biz normalda indiyə qədər, bugünkü dərsə qədər bunları ayrı-ayrı yerdə saxlayırdıq. Ayrı-ayrı funksiya yazırdıq, ayrı-ayrı dəyişənlər yaradırdıq. Artıq bugündən etibarən, yəni klasslarda biz obyekt yönlü proqramlaşdırma hissədə bunları bir obyekt olaraq yaradıb saxlayacağıq. Aydındır, bax, ümumiyyətlə, obyekt yönlü proqramlaşdırma budur. Məsələn, bir nümunə. Deməli, necə ki, funksiyalar def-lə yaradılırdı, buradakı kimi. Bunun içərisində hələ çox fikir verməyin, çünki bu gələcək dərslərin mövzusudur. Sadəcə bu bir nümunədir. Deməli, məsələ nədir burada? Necə ki, def-lə funksiya yaradırdıq və onun daxili blokunda ona uyğun kodları yazırdıq ki, o funksiyaya daxil olsun. Burada da eyni, sadəcə fərqi nədir? Klassla yaradılır. Yəni, klass yaradırıq biz. Student klassı yaradırıq, tələbə klassı. Onun artıq dataları və funksiyaları onun daxili blokunda olacaq. Ta ki, biz onunla eyni sətrə düşənə qədər. Bax, bunlar hamısı onun içərisindədir. Bunu götürək. Burada ola bilər yaxşı görsənməz. Ataq vizualın içərisində. Onun hamısı daxili blokunda olacaq. Belə bu formada versus class. Artıq mən burada nəsə yazsam, bu klassa aid deyil. Klassın da içərisində biz dediyim nələr var. Hətta bura baxsaq görərsiniz ki, if else var, print var, def var, funksiya yaradılıb. Bunlardan çox istifadə olunur. Bax, bu sizə tanış gələ bilər. Amma çox tanış gəlməyəcək. Çünki sırf klasslarda daha çox istifadə olunur. Klassların işləmə prinsipinə aiddir. Deməli, bizim bax, burada belə baxanda ümumi olaraq
Self name bu ad bildirir. Ona görə də burada data olaraq bax bu self.name və self.create bunlar olacaq nə? Datalar, məlumatlar. Bir də var behavior, yəni hərəkət bildirənlər. Burada baxsaq görərik ki, show def funksiyası ilə, yəni ümumiyyətlə def açar sözü ilə show funksiyası yaradılır. Bu da onun arqumentidir, bu heç self arqumentidir. Show funksiyası hardadır? Ümumiyyətlə klassın içərisində, yəni klassın hərəkətidir o. İndi nə baş verir, hələ ondan danışmırıq da. Bu hissə oldu dataları yığdığımızsa, funksiya əgər varsa, def varsa, bu da onun funksiyonları, hərəkət bildirən hissələr olacaq o obyektdə. Burada onu vurğulamışıq. Və bunlar hamısı versə bir klassın içərisində yığılıb. Bir klassa məxsusdur. Ona görə də bunlar bir obyektə məxsus olur. Və biz onu dedik ki, bu ümumiyyətlə obyekt yönümlü proqramlaşdırmada bunlar bir obyektin içərisində yığılmalıdır. Qayda belədir. O obyektə aid olmalıdır. Obyekt ümumiyyətlə nəyə bərabərdir? Data və behavior'ın cəminə, yəni ikisinin bir yerdə işlənməsi olacaq bir obyekti təmsil edəcək. Yəni data ancaq bunlardan ibarətdir. Məlumatlar və funksiyalar. Data burada atributlar var. Baxacağıq bunlara nədir? Bunlar dataya bərabərdir. Yəni data, yəni atributlar. Behavior deyəndə də metodlar. Bundan hələ danışmırıq. Hələ ümumi belə yadda saxlayın ki, bu formada olur. Sonra, məsələn, real həyatdan deyək ki, telefon da deyə bilərik, maşın da deyə bilərik, çox nümunə çəkmək olar. Obyekt yönümlü proqramlaşdırmaya aid bu, yəni real həyatdan götürülüb. Onun hər bir obyektin xüsusiyyətləri var. Fərqi yoxdur hər hansı bir obyekti. Məsələn, telefondan burada sadə bir nümunə yazmışıq. Telefonun markası, rəngi, modeli, bunlar hamısı onun xüsusiyyətləridir. Telefonun bir də etdiyi işlər var. Yəni zəng eləmə, şəkil çəkmə, söndürmə. Bunlar da onun bir telefon içərisində də var. Fikirləşirsiniz, bir telefonu götürürsüz. Onun həm xüsusiyyətləri var, rəngi, modeli, markası. Həm də elədiyi işlər var. O hərəkət bildirən. Baxmayaraq ki, telefon özü hərəkətlənir, amma içərisində sən hansısa bir proqrama girirsən, şəkil çəkirsən, hərəkət bildirən deyəndə söhbət ondan getmir. Telefon hərəkət edir. İçərisində funksiyalarla hərəkət edirsən. Yəni funksiya var. Bir işi icra edir. Zəng eləmə düyməsinə basırsan, kiməsə zəng verirsən. Bu bir işdir. Ona görə də bunun olacaq behaviors, metodları. Bu olacaq metodlar. Və bu isə onun atributlarıdır. Və yaxud da başqa adla desək, datalar. Aydındır. Burada data və görürsünüz, marka və model olacaq datalar. Behavior nə oldu? Zəng eləmə, şəkil çəkmə, söndürmə, yandırmaq, bunlar olacaq. Ümumiyyətlə fikir verirsiniz, bunların biri olmasa, tutaq ki, telefonun modeli yoxdur, bilinmir. Görürsünüz, uyğun gəlmir. Ya da rəngi yoxdur. Tutaq ki, telefondur, heç bir funksiyası yoxdur. Zəng eləmir, şəkil çəkmir. Yəni bunsuz ümumiyyətlə real həyatda da mümkün olmadığı kimi, proqramlaşdırmada da bunu gətiriblər ki, çox vacibdir. Necə ki, real həyatda bu vacibdir, proqramlaşdırmada bunu gətiriblər. Ümumiyyətlə, obyekt yönümlü proqramlaşdırma niyə görə var? Çünki böyük layihələrdə biz necə indiyə qədər, indi bununla eləyəndə, bunu əlinizə öyrəşəndə görəcəksiniz, çox rahatdır bu. Bizim o, məsələn, 100-200 sətr yığdığınız kodları bundan çox rahat edirsiniz. 50 sətirdən həll edirsiniz. Və səliqəli formada olur. Ümumiyyətlə, kod çoxaldıqca orada sən çalışmasan, onu qısaldan yollardan istifadə edəsən. Ayrı-ayrı yerlərdə funksiya yaz, bir funksiyanı 3 dəfə yaz, falan bəzməkən burada ehtiyac yoxdur. Bir dənə sistem qurursunuz və yəni, qaydasında işləyir. Böyük layihələrdə, qısa kodlarda deyildi də, o 50 sətr, 100 sətr, getdi biraz da çoxaldı sətr sayı, orada kodlar qarışır. Və onun üçün də obyekt yönümlü proqramlaşdırma gəlib ki, səliqəli formada istifadə edək. Məsələn, bank sistemi. Bax, bank sistemi ümumiyyətlə buna aid gözəl bir nümunədir. Müştərilər var orada. Tutaq ki, müştərilərin hesabı var, balansı var, bunun dataları. Pul çıxarma, pul yatırma, düzdür? Bax, bu balans, hesab və müştəri buradan aydın məsələdir. Görürsünüz ki, bunlar datalardır. Bunlar isə hərəkət bildirir. Bu da onun funksiyaları, metodları, behavior deyə bilərsiniz. Onun hərəkət bildirən
bir işləri, düzdür? Bu hamısını harda yığıldı? Bank sistemi obyektinin içərisində. Yəni bir bank sistemi obyekti var. Onun içərisində datalar var və oradan sən pul da çıxarda bilirsən, pul göndərirsən, həm pul yatırırsan. Bunu biz desəm qurmuşduq tapşırıqda. Həmin şey burada vursaq o qədər rahatdır ki. Yəni ona görə də həm rahat qurulur, həm rahat dəyişdirilir. Ona görə məsələn vakansiya niyə tələb edir onu? Çünki sistem çox rahatdır. Sən qurub məsələn könül onu qurub Fatimə rahatlığıyla onu da dəyişir eləyir, ona əlavələr eləyir, ondan silir. Amma bunsuz eləsə onu. Məsələn könül işləyirsə ancaq könül başa düşəcək onu. Fatimə gəlib baxacaq deyəcəm bunu könül yazın. Mən nə deyim? Aləm də yapır bir-birinə məsəl üçün. Amma siz obyektlə vursanız onu, istənilən bir adam gəlib rahat orada dəyişiklik edəcək. Şirkətlərdə bu lazım. Şirkətlər könüldən, Fatimədən asılı olmaq istəmir. Şirkət deyir ki, komanda şəklində işləyirik və sadə başa düşülən bir kodlar olsun ki, sabah bu çıxıb gedə, xəstələnər, nəsə olar, mən ondan asılı olmayım. Başqa biri gəlib orada rahat işləyə bilsin. Yəni də Python'ın biz himnində də görmüşdük ki, onun kod səliqəli, oxunaqlı, rahat olmalıdır. Və bu da ona uyğun çox gözəl bir nümunədir. Obyekt yönümlü proqramlaşma. Hər şey bir sistem kimi qurulur. Və bunun üstünlükləri, obyekt yönümlü proqramlaşma üstünlükləri nədir? Kod səliqəli olur. Bax, əlaqəli şeylər ümumiyyətlə bir yerə yığılır. Ayrı-ayrı biri birinci sətirdə, biri 200-cü sətirdə olmur. Bunlar bir sistem kimi ardıcıl klassın içərisində. Təkrar koda ehtiyac qalmır. Bir dəfə yazıb çox istifadə edirik. Bu layihədə bunu dedikdə ümumiyyətlə rahat idarə etmək olur. Real həyat kimi düşünmək olur. Bəli, bunu real həyat kimi düşünmək olursa, deməli biz bunu kod olaraq da rahatlıqla qura bilərik, dəyişiklik edə bilərik. Real həyat bir var anlayışın olmayan bir şeylə nəsə iş görəsən. Bir də var sən real həyata oxşadıb məsəl tuta bilirsən məğzini, mənasını. Ona görə də bu da onun üstünlüyüdür. Və bunu qısaca belə demək olar. Kodu obyektlərə bölərək yazmaq. Yəni ümumiyyətlə kodun içərisində obyektlər yaradıb. Ümumiyyətlə proqramlaşma nədir? Belə deyim də, orada sənin öz ideyalarından, öz bacarığından, kreativliyindən nəsə yaradırsan. İndi baxır sifarişə uyğun və yaxud da hansısa bir sistemdir və yaxud da özün üçün yaradırsan. Orada yaradırsansa nəsə, orada obyekt olmalıdır, onun xüsusiyyətləri də olmalıdır, onun funksiyaları da olmalıdır. Yəni o necə ki bu dünyada necə mümkün deyilsə, obyektin olmaması, obyektin və yaxud da funksiyanın və yaxud da xüsusiyyətinin olmaması. Proqramlaşdırmada da elə fikirləşirsiniz. Ona görə də obyektlər yaradıb ondan daha rahat belə deyim, layihə idarə edə bilərsiniz, layihəni yığa bilərsiniz. Çünki obyekt çox rahatlaşdırır sistemi. Siz təsəvvür edin ki, məsələn siz orada 10 obyekt yaradıb ki, hamısının özünün xüsusiyyətlərini falan qura bilərsiniz, amma qurmursunuz. Onu əvəz edən kodlar yazırsınız, aləm dəyər bir-birinə əziyyətli olur. Və kodu ümumiyyətlə ümumi layihəni obyektlərə bölüb səliqə ilə yazmaq olur və rahat da gedir. Yəni siz təsəvvür edin ki, ola bilər. Məsələn, belə də yanaşma var. Siz deyirsiniz ki, yox, mən obyektdən istifadə eləməyim, obyekti zəif bilirəm, öz bildiyim xüsusiyyətlərlə gedim. Siz gedirsiniz, qarışdıqca biraz da qarışır, biraz da qarışır. Məsələn, könlün axınıza elədiyi tapşırıqlar məsəl üçün. Düzdür? Əziyyət çəkib, qəşəng kodlar yazıb, amma nəticə çətin gedir. Yəni belə deyim, asan yola getməklə siz qarışıqlığa düşmək, bunlar əgər toqquşursa, deməli biz düzgün seçim eləməmişik. Buna bir dənə diqqət etmək lazımdır. Ona görə də mütləq fokus olub obyekt yönümlü proqramlaşmanı daha dərin öyrənmək lazımdır. Yəni ciddi almaq lazımdır bu mövzunu. Çünki bu mövzunu bilirsənsə, artıq sən developer səviyyəsində də işləyə bilirsən, çox vakansiyalara müraciət edə bilirsən. Ümumiyyətlə, hər tərəfli sənə fayda verəcək. Yəni, bundan qaçmaq, belə deyim də, çox böyük səhv olacaq. Və prosedural və obyekt yönümlü proqramlaşdırmanın fərqi deyəndə nədir? Kodda dəyişənlər var, funksiyalar, düzdür? Məsələn, bu formada da biz bunu belə keçmişik. Düzdür? Məsələn, funksiya. Funksiyada demişik ki, bu ikisini götür.
Ta ki show neynə bu ikisini göstər. Ümumiyyətlə xətadır yoxsa yox? 2 dənə dəyişən yaradılıb. Burada da funksiya. Buyur. Kim cavab verir? Səs açsın. Xətadır. Necə? Xətadır. Xətadır çünki bu dəyişəni görməyəcək. Səsi bağlayın zəhmət olmasa. Səsini yoxlayın. Səsi bağlayın yoxlayın. Hə, çünki bu dəyişənlər ümumiyyətlə kənardadır. Sən ayrı bir funksiya yaratsan, onları göstərmək istəsən, global, plan, bəs məkan, yəni zülm. Bunları əlaqələndirmək olmur. Layihə böyüksə, problem nədir? Bu vəziyyətdə bizim indiyə qədər keçdiyimiz. Bunu yenə biz bunu keçmişik, boş yerə keçməmişik. Yəni bunun biz hansı versiyasını öyrənirik? Class versiyasını, obyekt versiyasını öyrənirik. Orada da bu lazımdır. Prosta bu formada yox. Açıqda yox. Bu klassın içərisində lazımdır. Onun da qaydaları var. Yəni dəyişən yaratmaq, birdən elə düşünərsiniz ki, dəyişən yaratmaq, funksiya yaratmaq artıq boş yerə öyrənmişik. Bunları yox. Bunları da ona uyğun, klassa uyğun içərisində qurursan, o sistemi qurursan. Amma bu formada açıqda bunlar hərəsi özü üçün bir tərəfdə qalıb, belə yox. Bunları bir sistem qurmaq lazımdır. Və bu layihə böyüksə, dəyişənlər çoxalacaq, funksiyalar. Biri var, sən hər dəfə dəyişən adı yaradasan, ona hər dəfə sən ümumiyyətlə name ali deyirsən, bax obyektdə name'i özün göndərirsən. Deyirsən ki, filan obyektin adı Əli olsun. Məsəl üçün, filan tələbənin adı Əli olsun. Amma burada sən name'i yaradıbsan, başqa bir dəfə də name yaratsan, qarışacaq. Artıq eyni adamın adını sən dəyişmiş olursan. Məsələn, Əlini elədin Həsən. Oradan obyektlərə elə eləmək olmur. Obyektin adını bir dəfə dəyişsən. Məsələn, deyirsən ki, obyekt 1-in adı olacaq Əli, obyekt 2-nin adı olacaq, məsəl üçün, Vəli. Onların hamısı ayrı-ayrıdır. Burada amma açıqda olanda kod dəyişənlər sayı çoxalır deyə sən tuta bilmirsən ki, mən bu dəyişənin adını əvvəl yaratmışam, yoxsa yox. Mən bu funksiyanı yaratmışam, yoxsa yox. Yaradıbsansa, sən onu dəyişmək sənə problem olacaq. Qarışıqlıq olacaq, sistem tökə bilər. Ona görə də burada biz necə tuturuq onu? Deyirik ki, bax bu ümumiyyətlə klass yaradılması, həmin şeyi bax burada eləmişik. Bax bu formada. Bunu götürək, ataq ora klassla. Belə ataq. Bunu götürək buradan. Bu hələ siz çox dərinlinə fikir verməyin bu yazılan kodlara. Sadəcə məsələ nədir burada? Əli 3000, düzdür? Bu ümumiyyətlə bax bu sistem ümumiyyətlə buna oxşar kodlar görürsüz, bərabərləşdirmə. Bunu generatora çevirəndə də next-dən görmüşdünüz bu tipli şeylər. Və funksiyanı çağırıb return gəlib düşürdü bunun içərisinə. Onda da görürsüz. Yəni buna oxşar şeylər görürsüz. Burada da bunun bir işləyişi var. Bax bu klass budur. Klass budur. Y1 ilə biz ümumiyyətlə bax ki, klassın adı çəkilir və məlumatlar ötürülür. Belə ümumiyyətlə klassları özə keçək də. Bu Əli sözü gəlib düşür bax bura. Bu da yadımızdadır. Hardan yadımızdadır? Deməli parametrlər, funksiyanın parametrləri var idi. Məsələn x, y, z. Biz deyəndə məsələn 10, 20, 30 birinciyə düşürdü, ikinciyə düşürdü. Aydındır bax bu formada. Burada prosta 50 düşəcək neyimə. Self o deməkdir ki, yəni mən özüm adlandıracağam. O deməkdir. 50 düşəcək neyimə. Bu rəqəm düşəcək salary. Sonra deyirsən ki, obyektin adı. Bu çünki self-i biz burada istifadə eləmişik. Demişik obyektin adını mən qoyuram name. Yəni sən buradan artıq Y1 obyektinin adını name qoydun. Name oldu Əli. Düzdür? Onun da burada maaşı biz burada maaşı göndərmişik. Ona görə də bizə Əli 3000 adı və maaşı çıxır ekrana. Aydın bax bu formada. İndi bunun ayrı-ayrı hissələrə bölüb keçəcəyik onsuz da. Sadəcə burada məsələ nədir? Bu name'i biz bax burada tuturuq ki, sonra gələk bunun obyektin adını burada yaradaq. Da buradakı kimi, bayaqki kimi
ayrı-ayrı name dəyişənləri, hərəsi bir tərəfdə bunların adlarını dəyişib. Belə olmur. Bax, indi məsəl üçün, tutaq ki, bu Y1-dir də. Bir dənə də Y2 yaradıram. Bax, ümumiyyətlə, bax, bunu kopyalayaq. Gəldim aşağı. Bunun adı, bu olsun Y2. Bu da Y2 show. Düzdür, Y2 show vardı da burada. Deməli, safe name'i göstər. Yəni, adı göstər, bir də onun maaşını göstər. Adını göstər, bir də maaşını göstər demişik. Burada da 50 olmasın. Burada da olsun, bax. Fikir versən. İndi normalda biz nə etməliyik? Deməli, name bərabərdir Həsən. Salary bərabərdir 3000. Əvvəldə istifadə eləmişik olar, yenə də istifadə edirik. Amma obyektdə belə deyil. Biz bunu yaradanda bu formada, səliqəli formada yaradırıq. Bax, indi. Görürsünüz. Nə kod qarışmır, nə bir şey olmur. Görüm, kimsə dəvət atdı. Dərsi yekunlaşdıracağım, biraz hava yaxşı deyil. Həm də çox yüklənməyin. Sadəcə tanışdıq da bugünkü dərs. Deməli, bax, fikir versiniz. Eyni koddan bu səfər Y2, yəni ikinci şəxs olaraq ikinci obyekti yaradıram. Və onu da ad göndərirəm. Deyirəm, bu Həsən olacaq, maaşı da 3000 olacaq. Və yaxud da məsələn 5. Normalda biz nə etməliyik? Deməlidir ki, name bərabərdir Həsən, salary bərabərdir 5000, print, name, bir də salary. Belə deməkdir, amma bu daha rahat oldu. Obyekt formasını yaratdıq, saxladıq. Yəni, bura düşür, bax bu. Bu bir, ümumiyyətlə, bunun qayda qanunlarını biraz əzbərləmək lazımdır. Yazılış qaydalarını əl öyrəşdirmək lazım ki, rahat istifadə edəsiniz. Burada ümumiyyətlə, bizim əvvəl indiyə qədər gəldiyimiz sistem, bax, burada görürsünüz, nədir? Data klasının içərisində, funksiya klasının içərisində. Bu sistemdir. Amma bizim indiyə qədər elədiyimiz data ayrı, funksiya ayrı. Bunun adı prosedural olur. Yəni, hamısı ayrı-ayrı. Bir sistem yoxdur. Amma obyekt yönümlü proqramlaşdırmada data da klasının içərisində olur, metod da klasının içərisində olur. Bizim indiyə qədər öyrəndiklərimiz kiçik layihə üçün rahatdır. Amma obyekt yönlü proqramlaşdırma klasslar böyük layihələr üçün daha rahatdır. Bizdə tez qarışır. İndiyə qədər öyrəndiyimizi deyirəm. Amma obyekt yönündə daha səliqəli olacaq. Buna görə də qarışmayacaq. Fikir verirsiniz, artıq mən harda, bax, gəlib harda. Məsəl üçün, deyək, burada deyirəm də. Ürəyim istəyən yerdə bu ikinci şəxsin nəyinə baxa bilərəm? Adına, bir də maaşına baxa bilərəm. Hansı kodla deyərəm Y2.show. Belə deyərəm və bu şəkildə Y2-nin məlumatlarına baxa bilərəm. Həmin obyektin adı nədir? Həmin obyektin sahibinin maaşı nədir? Artıq belə qaldı. Bir funksiyası var, datası var. İstədiyim vaxt istifadə edə bilərəm. Məsələn, Y2 show yox. Burada deyək, məsələn, nə yaza bilərik? Y2-nin tutaq ki, bundan məlumat ötürmüşük, demişik ki, name'i budur. Biz təkcə name'inə baxmaq istəyirik. Burada show funksiyasından istifadə olunur. Adı göstər. Burada da bax, bir dənə funksiya yaradıram. If, məsələn, name show deyək. Name show, düzdür. Burada bir dənə self ataram. Self. Bu, bunun funksiyasıdır da, indi içərisində yaradıram. Print. Bunun onsuz da 2 dənə məlumatı var da bu obyektin. Biz burada göndərəndə. Bir dənə şey göndərmişik. İstəsək biraz artıra da bilərik. Bir dənə göndərmişik ad, bir də maaşı göndərmişik. Demişik ki, self nöqtə name. Bu formada yaradıram. Deyirəm ki, name show funksiyasını çağırsam Y2-nin. Ancaq adını göstər. Burada da çağırıram. Deyirəm Y2 name show. Çağırdım. Ancaq adını göstər. Onsuz da bu obyektdə bizim 2 məlumatımız var. Ad, bir də maaş. Obyektin içərisində ola bilər ki, bizim göndərilmədiyimizdən də başqa məlumatlar olsun. O, belə deyək də,
burada hansı məsələlər var? Tutaq ki, adi bir insandan götürək də, atasından və anasından xüsusiyyətlər götürür, atribut. Məsələn, gözü yaşıl rəngdir, anasının gözü yaşıl rəngdir, məcbur götürüb. Bir də var özünə məxsus olan xüsusiyyətlər. Bu bizim göndərdiyimiz özünə məxsus olan xüsusiyyətlərdir. Bax, bu da gələcək dərslərin mövzusudur. Bu Həsənlə 5000 bunun özünə məxsusdur. Aydındır. Ona biz ümumiyyətlə bu klassın içərisində baxsaq görərik ki, sırf atasından, anasından götürdüyü heç nə yoxdur. Sırf 2 dənə məlumat var. Həsən və 5000. Onu da biz göndərmişik. Buradan demişik ki, bax bu adı Həsən, maaşı da 5000. Bunun atasından, anasından götürdüyü heç bir şey yoxdur. Heç bir məlumat yoxdur ki, mən onu burada çıxardım. Yəni ekrandan çıxardım. O da biraz geniş klasslarda onu da görəcəksiniz. Aydındır. Funksiyalarla ayrı-ayrı yazmışıqsa, klass yoxsa, sistem yoxsa, prosedur olacaq. Obyektlərlə işləyirsə, obyekt yönümlü proqramlaşdırmadır. Bax, ümumiyyətlə görsəm dəyişən, onun içərisində bir rəqəm, sonra bir funksiya, demişik ki, ona artır, qlobaldan götür, artır, nə qədərsə. Problem nədir? Biz ümumiyyətlə qlobaldakı dəyişəni götürüb dəyişməyə çalışırıq. O başqa bir ümumiyyətlə kodlara təsir edə bilər. Bəlkə başqa yerdə bundan götürülüb nəsə istifadə olunur. Biz onu götürüb burada funksiyanın içərisində artırırıq və sistem qarışa bilər. Amma obyektdə ümumiyyətlə belə hallar olmur. Bu daha təhlükəlidir. Sənin bir dəyişiklik kod var, bir funksiyanın işləyişinə görə bütün sənin kodlarında qarşılıqlıq yarana bilər, bütün sistem dəyişə bilər. Amma bu formada bunun öz içərisində, bu öz də elə bir kiçik bir dünyadır. Deyirsən ki, bunun balansı elə burada olacaq, burada artacaq, burada azalacaq, ancaq bu sistemin içərisində. Qlobaldan get, haranasa dəyişən gətir, onu dəyiş, onu artır, bunu azalt, o olmur. Bunun içində olur hamısı. Ona görə də klasslar, obyektlər ümumiyyətlə daha məsləhətdir. Klass nədir? Ümumiyyətlə, obyekt yönlü proqramlaşdırmanın əsasıdır klass. Və obyekti yaratmaq üçün şablon, template'dir. Bu nə deməkdir? Bax, ev tikmək üçün fərqi yoxdur. Hər bir işi görmək üçün əvvəl plan yazılır. O plana klass deyilir. Və yaxud da məsələn, deyək, şefin əlində və yaxud da şirniyyatçının əlində nə var? Tort resepti var. Deməli, birinci yumurtanı vuracam, üstündən onu dökəcəm, nəmli eləyəcəm. Bu hələ həyata keçirilməyib. Bunlar olacaq. Bu oldu nə? Klass. Ona görə də biz onu klassla, bax, burada görürsünüz, klassla hal-hazırda bu resept və yaxud da evin tikilmə planıdır. Hələ bu həyata keçməyib. Bax, burada da şeyin nə maraqlıdır. Bax, burada klassın planıdır. Employee-nin planıdır, işçinin. Düzdür? Burada artıq obyekt yaranır. Obyekt gəlib düşüb Y1-ə. Yəni, bu formada yaratılır. Və onun sən artıq onu hərəkətə gətirə bilirsən. Show-la. Biz dedik ki, içindəki funksiyalar onun metodlarıdır. Onun hərəkətini bildirir. Onun nəsə bir işi icra edir. Bura qədər sadəcə resept idi, bir plan idi. Burada artıq yarandı. Və burada biz ikinci dəfə onu yaratdıq. Elə bir ki, bu reseptdən 2 dənə tort pişirmişik. Birinin tort, bax, tortun biri budur. Budur. Tortun ikincisi də budur. Bu ayrı cür davranacaq məndən, bu ayrı cür. Halbuki ikisi də bu reseptə əsasən hazırlanıb. Və yaxud da 2 bina tikilib. İkisi də eyni plana görə hazırlanıb. Amma ikisinin də oxşar və oxşar olmayan, eyni olmayan xüsusiyyətlər olacaq. Bunu gələcək dərslərdə görəcəksiniz. Aydındır, bax, bu formada. Maşın misalına gələndə yenə buradan, maşın məsələn, tutaq ki, modeli hamısının eyni ola bilər. Amma hər bir modelin fərqli, belə deyim də, markaları, onların, məsələn, hər bir maşının özünün də olur da. Tutaq ki, BMW-nin fərqli şeyləri var, versiyaları var, düzdür? Bunun özünün xüsusiyyətləri olur. Amma bir də BMW-nin gətirdiyi xüsusiyyətlər olur. BMW modelinə görə gələn xüsusiyyətlər olur. Bir də var maşının özünə. Məsələn, bu maşın modeli BMW-nin tutaq ki, hansısa bir versiyası bu sürətlə gedə bilər maksimum. Nə bilim, rəngi budur. Bu sırf bir obyektdir, bir maşın rəngi. Aydındır. Bir də var
Ümumiyyətlə BMW-lər hamısı necə olur? Hamısı məsəl üçün tutaq ki, misal üçün deyirəm, sürətli benzin yandırır. Düzdür? Bu hamısına məxsus olan xüsusiyyətdir. Hamısına məxsus olan var, bir də sırf bir obyektə məxsus olan var. Hamısına məxsus olanı biz burada yaratmışıq ha burada. Məsəl üçün elə təsəvvür edin ki, BMW burada yaradılıb, BMW modelinə və burada yazıb ki, benzini sürətli içəcək. Biz artıq nə qədər BMW ondan istehsal etsək də, hamısının bir DNA-sı var, bir yazılmış sistemi var. Bu benzini çox içməlidir. Bu misal üçün deyirəm ha, yəni. Və yaxud da nə bilim, hündürlüyü 2 metr olacaq, məsəl üçün. Hamısı elə olmalıdır. Bir də istisnalar olur. Məsələn, əslində planda o var idi, amma dəyişiklik olur. O da olur. Yəni klassda ümumiyyətlə bütün situasiyalarla rastlaşacağıq. Bax, məsələn BMW normalda BMW biz bir dənə məsələn obyekt var, bir dənə BMW var, o qara rəngdə. Bu sırf bir maşına aid olan xüsusiyyətdir. Aydındır bax bu formada. Klass ümumiyyətlə bax bu nümunə ilə baxsaq, klass oldu nə? Klass yaratmaq üçün keyword, yəni biz həmin o planı yazırıq klassla. Car olacaq klassın adı. Pəstdə olacaq hələ boş. Yəni burada plan burada cızılmalıdır. Sistem burada qurulmalıdır. Yəni bu sadəcə plan yaratdı. Hələ maşın yoxdur. Yəni maşın belə olmalıdır, amma hələ yaradılmayıb. Yaratmaq üçün biz də nədən istifadə etmək lazımdır? Və onun dataları, rəngi, qiyməti falan bunlar dataları, funksiyalar nədir? Sürmək, dayanmaq, göstərmək və bunlar olacaq onun deməli funksiyalar, functionlar. Bax burada yenə klass nümunəsi var. Maşınla bağlı maşını necə yarada bilərik? Sonra ümumiyyətlə birinci plan, klassda birinci plan yazılır. Sonra o obyekt və ya da obyektlər. Biz necə ki burada 2 obyekt yaratmışıq. Görürsən burada 2 obyekt yaratmışıq. Biri Y1-dir, biri 2. Amma klass bir dənədir burada. Bu klassa əsasən 2 obyekt yaratmışıq. Yəni bir klassa əsasən bir neçə obyekt yaradıla bilər. Aydındır bax bu formada. Obyekt nədir? Klassdan yaranan real şey. O plana əsasən hazırlanmış şeyə deyirlər obyekt. Klass plandır. Görürsünüz ona görə çoxdur. Ya biraz dərinliyi çox yazmışam deyə burada. Ona görə çoxdur. Obyekt həmin planın real forması, yəni reallaşmasıdır. Bax burada artıq biz C1, yəni C1 obyektini yaratmışıq. Nəyinə? Klassın adını çağırıb, mötərizəsini qoymuşuq. Necə ki funksiyanın mötərizəsini qoyduq, düyməsini basırdıq. Burada da 2 obyekt yaratmışıq. C1 və C2. Görürsünüz? Bu formada. Buradakı kodlara baxacaqsınız. Bu tanışlıqdır. Burada hələ çox dərinliyə getmək ehtiyacı yoxdur. Bu da yenə eyni nümunədir. Obyekt niyə lazımdır məsələsi? Hər obyekt öz məlumatlarını saxlayır və rahatlıqla biz onu istifadə edə bilərik, dəyişə bilərik, əlavələr edə bilərik. Bu biraz data tiplərdə dictionary-yə oxşuyur. Çünki onun da keyləri ilə götürüb dəyişirdik məlumatları. Burada da biraz o sistemdir. Görsən bax S1-in adı, mən burada göstərdim, vizualda göstərdim ki, S2-nin adı başqadır, S1-in adı başqadır. Buna görə çünki ayrı-ayrı obyektdə və hərəsinin də öz xüsusiyyətləri, özünün funksiyaları olur. Ona görə də siz bax buranı oxuyursunuz, ancaq nəzəriyyədir, kod hissəsini çox da qarışdırmırsınız, çalışın, amma yenə də biraz güclü satsa istifadə edin. Deməli, klass nə oldu? Plan, obyekt oldu real. Yəni klass o deməkdir ki, bu hazırlanır. Amma obyekt artıq hazırlanmış versiyasıdır. Klass ümumi model, obyekt həmin modelin nümunəsi. Ümumi sistem, bir də var ona aid bir yaranmış obyekt. Klass resept, obyekt bişən yemək və ya da klass ev planı, obyekt hazır ev. Bununla daha yaxşı başa düşə bilərsiniz. Obyekt yönümlü proqramlaşdırma, data və behavior birlikdə proqram yazmışdır. Bunu bayaq da demişdim. Amma bizim indiyə qədər elədiyimiz nə idi? Prosedural, yəni funksiyalar və dəyişənlərlə qurulan bir sistem. Biz artıq keçirik obyekt yönümlü proqramlaşdırmaya. Ona görə də klasslardan yaxşı-yaxşı istifadə etmək lazımdır. Klass, obyekt yaratmaq üçün şablon, obyekt klassdan yaranan real instance, yəni obyekt. İçində
dataları və funksiyaları birləşdirən bir sistem. Bax, klass fundamentala qədər oxuyursunuz, kodları bacarsaz eləyərsiniz, bacarmarsınız, problem yoxdur, onsuz da biz keçəcəyik. Əsas nəyə başa düşmək lazımdır? Obyekt yönümlü proqramlaşma nədir? Klass nədir? Obyekt nədir? Klass necə yaradılır? Obyekt necə yaradılır? Bunların biraz nəzəri məlumatda gələndə soruşacağam. Klassın ilk dərsidir, tanışlıqdır, bu çox yüklənmək olmaz. Biraz da özünüz araşdırma edin. Gözünüzü öyrəşdirməyə çalışın klassın yaradılmasına. Hər bir hissəni keçəcək. Yəni burada biz məsəl üçün bax burada tutaq ki, def, init var burada, içərisində save falan. Bunlar hər bir hissə keçiriləcək. Sadəcə indi ümumi baxmaq lazımdır da ilk dərsdə. Belə klass fundamentala qədər mütləq şəkildə hamıdan soruşacağam.